Məmnuniyyətlə səhnəyə sponsor və tərəfdaş şirkətinin adından bugünkü təlim tamaşaya öz ürək sözlərini ifadə etməsi üçün AG Company şirkətinin təsisçisi Gültəkin xanım Əliyevanı dəvət edirik. Salam, duyğu, düşüncə və davranışına diqqət yetirən insanlar. Xoş gördük sizləri. Bugün bu təlim tamaşada da rəqəmlər öz sözünü deyir. Neçə izləyici, neçə qonaq, neçə iştirakçı və neçə dəqiqəlik proqram. Göründüyü kimi həyatın hər hissəsində rəqəmlər mühüm rol oynayır. Məhz buna görə də biz mühasib mərkəzi olaraq bugünkü təlim tamaşaya dəstək verir və bundan qürur hissi keçiririk. Bir gün biz həm də hüquqi və fiziki şəxslər üçün mühasibatlıq, vergi, maliyyə xidmətlərini həyata keçiririk. İş əsnasında sahibkarlığa yeni başlayan bir sahibkarla görüşdük. Öz biznesini böyük arzularla quran bu sahibkar hiss olundu ki, rəqəmlərdən çəkinir, yəni rəqəmləri sadəcə sütunlardan ibarət görür. Və mən ona bildirdim ki, gəlin biznesinizi birlikdə oxuyaq. O bildirdi, biznes kitabdır ki, birlikdə oxuyaq. Dedim, bəli, biznes kitabdır. Rəqəmlər isə onun içindəki hekayələr. Beləliklə, həmin sahibkar anladı ki, mühasibatlıq sadəcə hesabatlardan ibarət deyil. O həm də öz maliyyə planlamasını etmək, gələcək üçün düzgün strateji qərarlar verməkdən ibarətdir. Və artıq o rəqəmlərdən çəkinmir, rəqəmləri özü yaxşı oxumağı bacarır və düzgün istifadə edərək xərclərini gəlirə çevirir. Biz 10 illik təcrübəmiz müddətində yüzlərlə peşəkar mühasiblər yetişdirmişik. Sıfırdan mühasib olmaq istəyənlər, öz biznesini idarə etmək istəyənlər və praktiki mühasibatlığı öyrənmək istəyənlər üçün sıfırdan praktiki mühasibatlıq və vergi təlimlərinin tədrisini həyata keçiririk. Sloqanımız isə xərcləri xeyrə çevirək. Beləliklə, bizi çox möhtəşəm çıxışlar gözləyir, hamımız izləmək üçün səbirsizlədirik və fikirlərimi, təşəkkürlərimlə yekunlaşdırmaq istəyirəm. Bugün çox gözəl mesajlar ötürən təlim tamaşanın reallaşmasında zəhmətli keçən hər kəsə, başda Cəfər müəllim olmaqla bütün komanda heyətinə uğurlar diləyirəm, təşəkkürlər edirəm və bugünkü çıxışımı, fikirlərimi aydın və qısa şəkildə izah etməyimdə köməklik göstərən Zaur müəllim Cahangirova təşəkkür edirəm. Hər birinizə xoş seyirlər, diqqətiniz üçün çox sağ olun.